Dəvət olunur. Miralayev Zavit Hövsan, Kazımov Zavit Mərkəzi Ordu İdman Klubu. Qarabağ xalçasına hazır olsunlar. Abbasov Amir Lefçi, Sultanlı Yusuf Fövqəladə Hallar Nazirliyi. Rüfət Hüseynov və Rüfət Məmmədov iki rüfətlərin qarşı durması 87 kiloqram çəki dərəcəsinin 4-1 finalında. İndi öz qardaşına rəqib ola biləcəkmi Rüfət Hüseynov? İlk fənd tətbiq etmək üçün imkan var. Çünki rəqib parter vəziyyətində görüşü davam etdirəcək. Bir qədər öncə Rafiq Hüseynov hamıya göstərdi ki, əslində rəqib parterdə olarkən necə xal qazanmaq lazımdır. Görə indi onun qardaşı bu fəndlərdən, həmin o göstəriş xarakter fəndlərdən nəticə çıxaracaqmı? Və 3-0 bir çevirmə fəndi. Bir də aktivliyinə görə verilmişdi ona Rüfət Hüseynova və 3-0 hesabı ilə öndədir. Hələ ki Rüfət Hüseynovun öndə olduğunu qeyd edək. Birinci hissənə başa çatmasına hələ 1 dəqiqə var. İndi isə rəqibini xalçadan kənara çıxardığına görə daha bir xal qazanır. Üstünlüyünü bir qədər də artırır Rüfət Hüseynov. 4-0. Və bu görüşdən də sonra B xalçasında 63 kiloqramda 4-1 final qarşılaşmaları keçiriləcək. Və titullu idmançılardan bir çoxlarının bu yarışı buraxdıqlarını da qeyd etməliyik. Bu barədə bir qədər sonra ətraflı məlumat verəcəyim. Hələ ki birinci hissə yekunlaşmayıb və bu gedişlə ümumiyyətlə yəqin ki, Rüfət Məmmədov Göyçə idmançısı artıq daha ciddi müqavimət göstərə bilməyəcək rəqibinə. İlk hissə yekunlaşır. Rüfət Hüseynov 4-0 hesabı ilə öndədir. İkinci hissə başlayır. 87 kiloqramda son yarım finalçı müəyyənləşir. Rafiq Hüseynov. Böyük ehtimalla onun qardaşı Rüfət Hüseynov rəqib olacaq yarım finalda ona. Bunun rəsmiləşməsi üçün isə daha 3 dəqiqədən də bir qədər az vaxtın keçməsi tələb olunur. Yəni
Göyçay idmançısı Rüfət Məmmədov fəal başlayıb ikinci hissəyə. Ancaq belə bir fərqi də aradan qaldırmaq heç də asan deyil. Əsassda təcrübəli bir rəqibə qarşı güləşirsənsə, bu ümumiyyətlə bir qədər müşkül məsələdir. Və ikinci hissəyə fəal başlamağın da hal-hazırda bəhrəsini görür. Rüfət Məmmədov rəqibi parter vəziyyətində mübarizə aparacaq. Məmmədov indi xal qazanmağa çalışmalıdır. Hakim də Rüfət Hüseynov bildirdi ki, o qaydalara uyğun şəkildə parterdə güləşməni davam etdirməlidir. Rüfət Məmmədov, cəhdlər var, ancaq nəticəsi yoxdur. Və hakim bildirdi ki, artıq nəticə olmayınca, fən tətbiq edilməyincə güləşçilərin ayağa qalxmasını istədi Xalça hakimi. Və mübarizə yenidən ayaq üstə davam etdirilir Xalça mərkəzində. Bir qədər gücünü də qoruyur. Halda rəqib qardaşı olsa belə çox güclü, bacarıqlı bir idmançıdır Rafiq Hüseynov. Təbii ki, yarım final düzdür, baxmayaraq ki, axşam seansında keçiriləcək. Ümumiyyətlə, böyük üstünlük yaratdığı üçün Rüfət Hüseynov hal-hazırda daha sakit və ehtiyatla güləşir. Və 4-1'lik hesab qorunmaqdadır. Və sonuncu dəqiqə başlayır bu görüşdə. Hələ ki Rüfət Məmmədovun sanki yorulduğu indi görünür. Və uzun müddətdir ki, artıq məhz ayaq üstə bir-birinin əl qolunu tartaraq, vuraraq mübarizə aparırlar idmançılar və daha bir əla fən Rüfət Hüseynovdan. Bu isə fikrimcə artıq demək olar ki, mübarizənin taleyinin həll olunması demək oldu. Artıq daha 2 xal əlavə olundu onun aktivinə və 6-1 sona 10 saniyə qalarkən Rüfət Hüseynov da öndədir. Qalib gəlsə də Rüfət Hüseynov, atası, həm də məşqçisi onun çıxışından o qədər də razı qalmadı. İndi mən məşqçinin hərəkətlərindən, mimikasından bunu gördüm, hiss etdim. Yəqin ki, müəyyən narazılıq var və müəyyən iradlar bildiriləcək idmançıya.